Yeni vloga başlayıram. Səhərdir, çayımı süzmüşəm. Çayımı içim, sonra gedim saçımı qurudum. Sonra da hazırlaşım işe gedim. Nəsən Rahim? Konfet istəyirsən? Hansı mal verim? O. Ben bunu götürürüm. Bundan içim biraz. İnansız YouTube'da hələ tuta bilmirəm ki, ən çox hansı video baxılır, nəyə baxırsınız, tuta bilmirəm. Son vloglarım demək olar ki, baxış çox zəif gəlir. Yəni, niyə elədi bilmirəm. Bilmirəm ki, nəyə baxırsınız daha çox. Səhər Rahim yuxudan durdusa, mızıllayacaq. Mən gecikirəm. Çayım içim, gen saçımı qurudum. Bu oxuyaydı, bu oxuyaydı. Birinci başlayıram saçlarımı qurutmağa. Adətən qışda səhərlər saçımı qəti şəkildə yumuram. Havalar isinəndən isə səhərlər yuyuram. Bilirəm ki, sərt soyuq yoxdur, xəstələnməyəcəm. Əvvəllər mənim saçım çox uzun olub. Ümumiyyətlə özümü tanıyandan uşaqlıqdan saçım uzun olubdu həmişə. Məktəbdə belə uzun saçlarımla həmişə seçilmişəm. 3-cü sinifdə oxuyanda saçımın diblərinə yara düşdü. Dərman vursa da, istifadə eləsələr də, neynəsələr də sağalmadı. O yara artırdı, bədənimə keçməyə başlayırdı. Boyun hissəmdə idi, kürəyimə doğru gedirdi. Saçım həmişə qalın olub, uzun olub. Qərar verdilər ki, saçımı kəssinlər. Uzun saçlarımı təsəvvürün çox qısa kəsmişdilər. Yəni oğlan saçı olmuşdum. Belə şəkillərim də var. Uşaqlar mənə məktəbdə zarafat edirdilər. Biraz uşaqlar adətən zarafatları bilmir axı. Xətrimə dəyirdi, kompleksə düşürdüm. Çünki özümü tanıyan uzun saçlı olmuşdum. İbtidai sinif müəlliməm rəhmətli mamama demişdi ki, o qızın saçına göz yarası düşür. Çünki həmişə onun saçını çox deyirdilər, deyir. Ona görə onun saçına göz yarası düşdü. O uşağın saçı belə oldu. Mamama həmişə müəlliməm elə deyirdi. Nəysə ki, o yara sağalandan sonra da yenə də saçımı uzatdım. Düzdür, əvvəlki uzunluğu olmurdu. Saçım çox belə gec-gec uzanırdı. Ancaq uzun sayılırdı da. Saat neçədir? 5 dəqiqəyə çıxmalıyam. Yaxşı çatdırdım. Səhər zəkkələrimdə ürəyim əsir. Boğuluram. Elə biləm nəsə olub. Mən yığırlar. Görürsünüz də. Mən necə avtomatik hazırlaşıram. Nədir? Üzüm dərman içirəm deyə üzüm gözüm səpir belə. Dərmanımı saxlamışdım bir ara. 2 həftə saxladım, səpkilərim azaldı. Demək ki, mənə dərman verir də konkret bu belə səpkiləri. Daxildən olan bir şeydir. Müalicə alıram. Ona görə. Xəstələnəndən sonra dedim ki, heç bir şeyi dərd eləməyəcəm özümə. Dərman içirəm ancaq. İnsan canının qədrini sağlıqda bilməlidir, sağlam olan da bilməlidir. Həqiqətən. Fikirdən, kədərlənməkdən, əsəbləşməkdən adam xəstə düşür. Kim neyinir, özü bilsin, Allaha bilsin. Artıq elə eləyirəm, heç kimə fikir vermirəm. Kim neyinirsə, Allaha da cavab verəcək. Vəssalam. Bu kadar. Qırmızılığa. Все. Neyse, çıxım. Nedir Rahim? İşe gittim geldim. Rahim'i bağçaya koymadım. Nilay'ın da kanikuludur. Evdədir. Rahim evdə qalıb. Evi bir günə qoyublar. Hal-hazırda da oynuyor. Evi pis günə qoyublar. İndi evi yığışdırıb təmizləyəcəm. Bunları da sizlə bir yerdə evi təmizləyəcəm. Maşınımı təmir eləyirsən? Hə Rahim? Maşınımı düzəldirsən? Niyə edirsən bəs? Baterkasını dəyişirsən?
Maşın gibi. Maşınların Hər yer maşındır, hər yer iqruşkadır. Hə, Rahim? Hello. Hə, baba? Maşın mı yine gidiyor. Şimdi Qurban öz dilində danışır. Rusla Azərbaycan'da qarışıb. Düzəltdin, Rahim? Всё, готово? Молодец, Rahim. Молодец bebe. Ev işlərimə başlamamışdan əvvəl biraz Rahimlə oynayıram. Ümumiyyətlə uşaqlarla oynamağı çox sevirəm, çox xoşlayıram. Uşaq vaxtı da adətim idi. Qonşunun uşaqları məndən əl çəkmirdilər. Elə bir mamalar idim. Bizə gəlirdilər, ancaq bizdə yeməkləri yeyirdi. Evlərində yemirdilər yeməklərini, gəlib bizdə yeyirdilər. Məndən əl çəkmirdilər. Mən də onları çox istəyirdim, sevgi göstərirdim. Ümumiyyətlə səbirlə davranırdım. Ümumiyyətlə bizim evdə həmişə belə olubdu. Uşağa qarşı sevgi olubdu, qayğı olubdu. Həmişə belə də, yəni uşaq həvəskarı olmuşuq ailəlikcə böyükdən kiçiyə kimi. Düz indi biraz fərqlidir hamı. Bilmirəm hamının yaşamışlara görədir necədirsə. Evimizə gedəndə məsəl üçün uşaqlarımla görürəm atam o dərəcədə də əvvəlki kimi uşaqlarla deyil, belə soyuq davranır. Bunu görürəm, açığı pis oluram. Ən çox da Rahimi düşünürəm ki, yenə Nilay olanda mamam dəhşət sevgi göstərirdi. Mamamın adı Nilayın dilindən düşmürdü. Nilayın adı mamamın dilindən düşmürdü. Mamam ümumiyyətlə nəvələrini çox sevən idi. Atam da əvvəl elə idi, amma artıq elə deyil. Ancaq Rahim üçün düşünürəm, çox pis oluram. Deyirəm ki, Rahim nənə sevgisi nədir, baba sevgisi nədir bilmədi. Ona görə çalışıram ki, uşaqlarıma sevgimi daha çox göstərim hər şeylərlə. Yəni o boşluqları doldurmaq istəyirəm onlar üçün. Mən özüm nənə yanında böyümüşəm. Nənə sevgisi bilirəm nədir. İnsan böyüdükcə həqiqətən birdən nənəm ürəyimi istəyir. Nənəmlə zarafatlarım yadıma düşür. Mamam rəhmətə gedəndə məni axtaran ən çox nənəm idi evdə. Elə bilirdi ki, körpə uşağı mənə deyirdi, gəl qucağımda yat həmin gecə. Mən ancaq düşünüb ağlayırdı. Düşünürəm, nənə sevgisi də fərqli olur, düzdür. İndi nənə olmağı bacarmaq lazımdır, baba olmağı bacarmaq lazımdır. Təəssüf edirəm ki, bəzi insanlar, nənələr, babalar nə nənə olmağı, nə də baba olmağı bacarmırlar. Yəni hamıya şamil eləmirəm, amma bəzi insanlar elədir, həyatda egoist yaşayırlar, ancaq özlərini düşünürlər. Bu belədir. Mən babalarımın heç birini görməmişəm. Anamın atası 36 yaşında rəhmətə gedib. Heç anam özü də ata nədir bilməyibdi. Yetim böyüyüb. Yəni atamın atası isə dünya müharibəsinin iştirakçısı olubdu. Səhhətində çox problemlər olubdu. Bir oğlunu evləndirəndən sonra dünyasını dəyişib. Bu da heç nəvələrindən bir nəvəsini görübdü. Deyilənə görə baba ümumiyyətlə baba sevgisi təmiz fərqli olur, tam başqa olur. Ancaq mən hər iki nənəmi görmüşəm. Nənələrimin hər ikisini də çox istəyirdim. Heç vaxt nənələrimin münasibətində bir problem olmayıbdı. Həmişə nənələrim, ana nənəm gəlib bizdə qalanda ikisi də deyirdilər, gülürdülər, söhbət eləyirdilər. Elə bil ki, iki dənə yaxın podruqa kimi hərəkət eləyirdilər. Ana nənəm öz evinə gedəndə ata nənəm darıxırdı. Deyirdi ki, niyə getdi? Biraz da qalardın da belə öyrəşirdilər də yəni. Bizim ailədə ümumiyyətlə həmişə mehribanlıq olubdu. Bir-birinə qarşı, nə bilim, tikanlı söz deyim, ya sifət eləyim, ya hansısa bir şeyə hərəkəti söz eləyim, elə bir şey olmayıbdı. Ümumiyyətlə heç anamla nənəm arasında da o münasibət olmayıbdı. Həmişə mehriban olublar. Bunu bizi tanıyanlar bilir. Həmişə başqa qonşularımızda qaynana ilə gəlin davası olurdu. Səsləri götürürdü bütün hər yerə, hamı eşidirdi həyətdə. Ancaq mamamla nənəmin həmişə deyirdilər ki, bu qaynana ilə gəlinin ancaq gülmək səsini eşidirik. Həmişə həyətdə oturub çay içirlər, samavar yandırıb qoyurlar süfrəyə, dəmləyib. Üz-üzə otururdular, deyirdilər, gülürdülər. Ancaq bizimkilərin bizim evdən gülmək səsi eşidilirdi. Biz də uşaq vaxtı ümumiyyətlə çox deyib gülürdük də. Evdə ancaq günümüz gülməklə keçirdi. İndi uşaqlarım, bacım demişkən evdə güləndə, eləyəndə narahat oluram. Çünki biz də çox gülürdük, deyib gülən ailə idik. Amma ailəmiz paramparça oldu həqiqətən də. Elə bil ki, gözə gəldik. Gözə gəldiyimi deyim, nə deyim bilmirəm. Güldüyümüz qədər də çox acı çəkdik, kədərləndik. Anamızı vaxtsız itirdik. Hamı yaddaşdı bir-birinə qarşı. Ümumiyyətlə mənim ailəmdə qəbul eləmədiyim şeylər var. Mənim üçün həyatımda olan bir insan əvəz olunmaz olur. Ümumiyyətlə hər şeydə beləyəm. Olsun dostluqda, olsun ailədə. Mən neçə
neçə ildir məsəl üçün iş yerimi dəyişmirəm. Ora çox öyrəşmişəm ona görə. Bir yerə sevgi, əmək göstərəndə ondan mən gecəl çəkirəm. Baxmayaraq ki, orada əziyyət çəksəm də, amma ona dəyər verirəm. Bu mənim üçün hər şeydə belədir. Mənim üçün də anam əvəz olunmazdı. Anamın yerini heç kim doldura bilməz. Və bu münasibətimə qarşı anlayışsız davranan insanlar var. Onlar özləri daha gözəl bilir. Yəqin ki, mən vloqumu izləyənlər biləcək ki, mən tanıyanlar biləcək ki, mən nə demək istəyirəm. Fikrimə, münasibətimə qarşı anlayışsız davranıb, vizsiz davranan insanlar mənim gözümdə həmin insanlar da özləri dəyərsizdir. Ümumiyyətlə mən özümü tanıyandan deyim ki, beləyəm. Nəyəsə bir şeyə, bir hadisəyə, bir məqama münasibət fikir bildirəcəmsə, kənardan rahatlıqla fikir bildirmərəm heç vaxt. Həmişə özümü, həmin insan, hər iki tərəfin məsəl üçün deyirəm. Hamının yerinə özümü qoyaram, düşünərəm. Mən o vəziyyətdə, o situasiyada necə ola bilərəm, necə reaksiya verərəm, nə edərəm. Ondan sonra özüm kimi fikir bildirərəm. Amma kənardan məsəl üçün adi bir fikir bildirmərəm şablon. Bəzi insanlar baxıram ki, bu həyatda belə deyirlər. Rahatlıqla kənardan başqasını qınamağa, fikir bildirməyə çox rahatdılar. Çox rahat şəkildə danışarlar, boş-boş özdə danışarlar. Sənin adi kiçik bir hərəkətin, bir səhvin olsa onu şişirdərlər, necə böyüdərlər və sənə qarşı elə bir reaksiya verərlər ki, ancaq özlərinin böyük səhvlərinə qarşı sən fikir bildirə bilmirsən. Fikir bildirsən belə səni səhv çıxardılar ki, buradan nə var ki, sən belə reaksiya verirsən. Bu insanlarımız artıq belədir. Bir də ki, bu nə adətdir bilmirəm. Hamı bir-birinin həyatına qarışmağa çox maraqlıdır. Hamı bir-birinin həyatına fikir bildirməyə, müdaxilə eləməyə çox maraqlıdırlar və çox rahatlıqla bunu edirlər. Düşünmürlər hansı bir sözün, münasibətim ya hərəkətim qarşımdakı insanın məsəl üçün qəlbinə dəyə bilər. Hansı bir sözün, məsləhətim bu insana bu məqamda uyğun ola bilməz. Demək düz deyil. Ümumiyyətlə bu şeylərə həssas davranmaq lazımdır. Ancaq mən bəzi həyatımda baş verən hadisələrə qarşı heç kimdən anlayışlı bir rəftar görmədim. Bunu bilənlər bilir. Həmin insanlar da mənim vloqumu izləyirlər. Bunu da gözəl bilirəm. Məncə çalışıb insanın hansısa bir çətin günündə, məqamında dəstək olmaq lazımdır. Yanında olmaq lazımdır. Onun yerinə qərar vermək, hansısa bir hərəkəti etmək, qəlb qıran, anlayışsız hərəkətlər etmək lazım deyil. Bunu bəzi insanlar təəssüf ki, öyrənməyiblər, öyrənə də bilməyəcəklər. Çünki həyata baxdıqları pəncərələri çox çirklidir. Nəysə ki, mənim bu bir günüm idi. Günümün sonunu belə yekunlaşdırıram balkonda. Günəşin batmağını izləyərək çay içirəm. Huzur verici bir dəqiqələr yaşayıram. Vloqumu burada yekunlaşdırıram. Ürəyim doluydu. İstədim biraz sizinlə bölüşüm fikirlərimi. İnşallah ki, sizi bu fikirlərlə yormadım. Nə ümumiyyətlə sizə maraqlı olar vloqlarımdan çəkmək, nə maraqlıdırsa qeyd edin. Həmin vloqları daha çox sizin üçün çəkim. Bugünüm belə bitdi. Kanalıma abunə olmamısa, kanalıma abunə olaraq mənə dəstək ola bilərsiniz. Növbəti vloqlarda görüşərik.